həmin dönəmdə İslam aləmində olan ümumiyyətlə dini biraz ab-havadan danışaq ki, orada hansı məzhəb hakim idi? Ümumiyyətlə İslam dünyası hansı məzhəb üzərində idi? Yəni dini meyllər nə idi? Yəni bu haqqda bəlkə ümumi məlumat verək. Bu dövrdə bir mənalı olaraq Azərbaycan əhalisinin müsəlman olduğunu və İslamın da sünni məzhəbinə belə deyək, daxil olduğunu, mənsub olduğunu bir mənalı şəkildə deyə bilərik. Bunu da biz hardan bilirik? Yenə də tarixi qaynaqlardan Zəkəriyyə Qəzvini adlı tanınmış bir coğrafiyaşünas alim var. Səyyah və coğrafiyaşünasdır. Onun Asarul Bilad və Əxbarul İbad adlı məşhur əsəri var. Bu əsərində müəllif 1283-cü ildə vəfat edib Zəkəriyyə Qəzvini, yəni 13-cü əsrdə. Yəni biz haqqında danışdığımız dövrə yaxın bir dövrdür. Zəkəriyyə Qəzvini qeyd edir ki, əsərində şəhərlər haqqında, ölkələr haqqında, bölgələr haqqında məlumat verərkən oranın həm məsələn su mənbələri, çayları, gölləri, relyefi, dağları haqqında, yolları haqqında məlumat verir və eyni zamanda əhalisi haqqında məlumat verir və əhalisi haqqında da məlumat verərkən bildirir ki, İranda sadəcə Kaşən və Qum şəhərlərində şiə icmaları var idi. Bunun xaricində bütün İran sünni məzhəbinə mənsub idi. Azərbaycan isə tamamilə sünni məzhəbinə mənsub idi və sünni məzhəbində də əsasən Şafi fiqhinin üstün olduğunu bu dövrdə gördük. Azərbaycan əhalisi əhl-i sünnə məzhəbində idi. Zəkəriyyə Qəzvininin və eləcə digər müəlliflərindən, əsərlərindən də biz məsələn Həmidullah Qəzvini var. Onun da Nushatul Qulub adlı bir əsər var. Burada da yenə də biz ayrı-ayrı şəhərlər olan əhalisi haqqında məlumatları oxuyanda görürük ki, Azərbaycan əhalisi sünni müsəlmanlardan ibarətdir. Yəni ümumiyyətlə Səlcuqlular, Əyyublər, yəni İslam dünyasında artıq həmin vaxtda, yəni bütün bəli, əlbəttə ki, İslam diyarına sünni məzhəbi hakim idi. Tamamilə doğrudur, bəli.